Əlimdə ixtiyar olsaydı əgər, özümə sənli bir dünya qurardım. Səninlə yaşlanıb, səninlə qalıb, səninlə həyatı başa vurardım deyə də bir misra da yazıb Qalib bəy. Ağcabədidən Qalib müəllim isə deyir ki, ay çox sağ olun Qalib müəllim, deyir, bir gün sizi görməsəm qala bilmirəm. Yaxşı olar inşallah. Qalib müəllim deyir ki, hər şey Allaha məlumdur, bir tək gizli sonsuz sevgim var, onu da artıq hər kəs bilir sayənizdə. Sevgi gizli olmamalıdır Qalib bəy. Məncə elə sevgini hər kəs bilsə yaxşıdır. Ağcabədidən Qalib müəllim də mənim üçün çox gözəl sözlər yazıb, çox təşəkkür edirəm. Əməkdaşlarımız deyir ki, oxuyuram. Deyir, gülüşünə vurulduğum, qoy sənin gülüşün dünyanı dəyişsin, imkan vermə ki, dünya sənin gülüşünü dəyişsin. Ay, çox sağ olun Qalib mənim, necə gözəl sözlər yazmışsınız. Yəni, çox sağ olun. Bizim bütün kollektiv bəyəndi sizin mesajınızı. Yenə mənim də xoşuma gəldi. Çox sağ olun. Ağcabədidən Qalib müəllim deyir ki, mənim üçün fəslin və məkanın fərqi yoxdur. Əsas odur ki, sevdiyim yanımda olsun, xoşbəxt yaşayaq.